Biz həmin anda bilmədik ki, Vasifə güllə dəyib. Dedi ki, biz sizə demirdik, Vasifə 2 güllə yara salıb. Pistoleti çıxardığında Vasifin çənəsinin altından, buradan güllə ilə vurmuşdu. Hamımız istəyirdik ki, o edam olsun, öz cəzasını alsın. Ölümə getmişdi Vasif. Allah elə bilir, Vasifi göndərdi ki, o uşaqları, o ailələri xilas eləsin. 2 ildən çox bir vaxtdır ki, biz bu hadisəni gözləyirik. Orxana görə pis olduq. Vasif həmin sona komutanım deyirdi. Orxanın da qanı yerdə qalmadı. Heç bir anıya bala dağ göstərməsin, bala acısı göstərməsin. Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı məhkəmənin qərarı icra edilib. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixdə Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin 2 əməkdaşı Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Orxan Əsgərov 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvanoğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Tağıyev Vasif Natiqoğlu 1-ci dərəcəli rəşadət ordeni ilə, İmanov Mahir Kamiloğlu Vətən uğrunda medalı ilə təltif edilib. Terror aktını törədən Yasin Hüseynzadə isə saxlanılıb. Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixdə Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər vətənə qayıdıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırki heyəti İrana geri dönüb. Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin 2 il ərzində məhkəməsi keçirilib. İran Ali Məhkəməsi səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmü təsdiqləyib və iş Tehrana cinayət hökmünün icrasına göndərilib. Bu xəbəri eşidən Vasif Tağıyevin anası Təranə Tağıyeva DNS TV müsahibəsində deyib ki, bu qərarı 2 il idi ki, səbirsizliklə gözləyirdik. 2023-cü il yanvar ayının 27-sində səhər Vasiflə danışdım. Dedim, amma yaxşıyam, işə düşürəm. Səhər 8-ə qalmış olardı. Dedim, lap yaxşı, Vasif, mən də elə işə gedirəm. Özündən müğayət ol, sağollaşdıq. Sonra mən getdim işə. Aradan 1 saat keçmişdi, Vasifin atası zəng elədi. Dedi ki, bəs kanallarda göstərərlər, Tehranda səfirlikdə terror olub. Nədir? Orxan şəhid olub, Vasif də biraz yaralanıbdı, nigaran qalma. Dedim ki, yox, həyəcan keçirdim, çox həyəcanlandım. İşləyə bilmədim, elə ağlaya-ağlaya gəldim evə. Gəldim, otdum, elə gördüm ki, bütün kanallar yazır, bütün kanallar göstərir, qohum-əqraba hamısı yığışdı, gəldi. Vasiflə əlaqə saxladım, bir kəlmə dedim, Vasif, nətərsən, Vasif, bir dənə özünü mənə göstər, görüm ki, yaxşısan, ondan sonra mən səndən danışmayacağam da, bilirəm ki, başın qarışıqdır. Vasif dedi ki, mama, nigaran olma, yaxşıyam. Biz həmin anda bilmədik ki, Vasifə güllə dəyib. Vasifin üzü yaralanmışdı, amma güllə yarası olduğunu bilmirdik. Aradan bir neçə saat keçdi, yenə kanallar göstərir. Elə bütün günü demək olar ki, kanallar o Tehrandakı hadisəni göstərirdilər, səfirlikdəki hadisəni. Həmin günü biz bilmədik ki, Vasif yaralanıb. Güllə yarası alıb. Elə bildik ki, avtomatın qundağı dəyib, nəsə yaralanıb da hadisədir. Sonra səhərsi günü bəs Vasifin dostu danışdı. Dedi ki, biz sizə demirdik, Vasif 2 güllə yarası alıb. Bir dənəsi avtomat Kalaşnikovundan, sinəsindən vurub kürəyindən çıxıb. Son anda Vasif Kalaşnikovun maqazinin alıb, ondan çıxardıb avtomatdan. Əlini atıb gödəkcəsinin cibinə pistolet çıxardıb. Pistoleti çıxardığında Vasifin çənəsinin altından, buradan güllə ilə vurmuşdu. Güllə yanağından çıxmışdı həmin güllə yarası. 12 saat əməliyyat olmuşdu Vasif, nə qədər komada qalıb. Nə qədərdən sonra biz Vasif ilə elə-belə görüntülü, ancaq bizə əl elədi. Bir dənə ki, yəni arxiyen olun, əməliyyatdan çıxmışam. Sonra da hamının bildiyi kimi gəldilər, gəldi vətənə.
Aeroportda yəqin ki, gördünüz çəkilişləri. Çox çətin günlər yaşadıq. O günləri Allah heç kimə yaşatmasın. Heç bir anıya bala dağ göstərməsin, bala acısı göstərməsin. Sen de açın. Eşler ölmez, katan bölünmez. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Kəşki Orxan da şəhid olmazdı, Orxan da yaralanardı, gələrdi. İndi o da ən yüksək zirvəyə ucaldı. Amma ki, yenə də kəşki yaralanıb ailəsinin üstünə gələrdi. Belə bu günlərdə bu hadisəni eşitdik, bu xəbəri eşitdik. Yəni 2 ildən çox bir vaxtdır ki, biz bu hadisəni gözləyirik. Sevindik, düzün deyim ki, çox sevindik ki, yəni axır ki, bu edam qərarı verildi. Orxanın qanı yerdə qalmadı, Orxanın qisası alındı, Vasifin qanı, Mahirin qanı yerdə qalmadı. O qədər ki, uşaqlar orada, səfirin əməkdaşlarının ailələri ki, oradaydı. Onların hamısının qorxusu, həyəcanı, hamısı, yəni bir dənə terrorçu öz cəzasını aldı. Ölüm idi, orada sırf ölüm idi. Yəni mən baxmışam, hər kanallarda da göstərirlər bunu, bu mütəxəssislər də danışırlar. Bunlar, türklər hələ buna direkt ölüm deyirlər. Sırf ölüm idi orada. Bu Allahın möcüzəsidir. Hə, ölümə getmişdi Vasif. Allahın möcüzəsi oldu. Yəni Allahın köməkliyi ilə Vasif, Allah elə bilir Vasifi göndərdi ki, o uşaqları, o ailələri xilas eləsin. Yəni oradakı ailələr hamısı çox qorxmuşdular. İndi o uşaqlar mənə tez-tez danışırlar, əlaqə saxlayırlar, gəlirlər bizə. Onlar hamısı deyir ki, Vasif müəllim olmasaydı biz bugünkü gündə yox idik. Mən onların tez-tez statuslarına baxıram, yazışırıq, danışırıq. Hə, bir dənə ad günlərini qoyurlar. Sevinirəm ki, Allah'a şükür ki, bunlar sağ-salamatdır, ailələrin içindədir. Bugün onlar ancaq həyatlarını Vasifə borclu bilirlər. Hamısı danışırlar belə, statuslar paylaşırlar. Həmişə deyirlər ki, öz həyatımızı, uşaqlarımızın həyatını Vasifə borcluyuq. Belə elə ancaq bunları yazırlar. Vasif deyir ki, belə hiss eləmədim. Bir də deyir, gördüm ki, arvad uşaq səsi gəlir, hamı çığırışır. Hə, deyir, elə dedim ki, hamınız qalxın yuxarı mərtəbəyə. Bir dənə deyir, onu bildim, dedim ki, mən bu nətər eləyim ki, bunları qutarım da, əlində də silahı yox idi Vasifin. Özünüz bilirsiniz, onlarda silah daşımağa icazə yoxdur. Əli silahsız, köməksiz, tək qalmışdı. Orxan şəhid olmuşdu, Mahir yaralanmışdı. Vasif tək qalmışdı. Allah kömək oldu Vasifə. İşdəydim, həmin vaxt işdəydim, amma işdə otura bilmədim. Elə tez gəldim evə, qohum-əqraba hamısı gəldi, kanallar gəldilər hamısı, Vasifin iş yerindən gəldilər. Yəni, geçsin o günlər gəlməsin, bir də o günləri Allah heç kimə yaşatmasın. Vasif bugün özünü xoşbəxt hiss eləyir. Hə, sevinir ki, o uşaqların həyatını qutarıb. Ən çox deyirəm, amma təyyarədə gələndə, Azərbaycana gələndə, deyir, orada o uşaqların səsini eşitdim. Görmüşsünüz yəqin, aeroport əllərində bayraqla düşürlər. Deyir, onların səsini eşidəndə sevindim ki, nə yaxşı ki, onlar şəhidi kimi gəlmədi, sağlam gəldilər. Sevinir ki, elə yaxşı ki, onların həyatını qutara bilmişəm. Düzdür, göydə Allah, sonra Vasif onların həyatını qutarmışdı. Yaddan çıxmır, yəni o anları yaddan çıxarda bilmirəm. Yəni hər gün o anlar bizləndir. Çünki biz də Vasifi itirə bilərdik. Vasif, yəni canlı şəhiddir Vasif, elə bir ki, canlı şəhiddir.
2 güllə yarası. Özdəki güllə elə yerdən dəymişdi ki, yəni o nə bilim Allah möcüzəsi ilə sağ qaldı Vasif. Sonra orada uşaqlar Vasifin paltarlarını yığmışdılar göndərməyə. Onun üstünə yazıb qoymuşdular ki, həyatımızın xilaskarı. Sizə şəklini atıb göndərərəm, baxarsınız ki, Vasif Tağıyev. Ona baxanda çox kədərləndim ki, o uşaqlar onun paltarını ilə yığıb göndərmişdilər. Eşidiyorsunuz ki, bugün o qədər ağlamışam ki, yəni həm elə Orxana görə pis olduq. Vasif həmin şuna komutanım deyirdi. Orxana görə elə sevindik ki, Orxanın da qanı yerdə qalmadı. Vasifin də, Mahirin də qanı yerdə qalmadı. Qisasları alındı. Gec də olsa alındı. Yəni Allah cənab prezidentimizə can sağlığı versin. Olmasaydı, bəlkə də bu illərindən, bəlkə də elə yaddan çıxıb gedəsi bir edam olacaqdı. Elə kağızlarda yazılacaqdı ki, edam hökmü verildi. Amma indi Allah cənab prezidentimizi qorusun. Biz gözləyirdik bugünü. Gözləyirdik ki, bugün bu sevinci yaşayacaq. Yəni bir insan ölümüdür, amma insan ölümü demək olmaz, o terrorçudur. O qədər ailələrin, uşaqların qorxusuna, həyəcanına səbəb olan, Orxanın uşaqlarını atasız qoyan, Vasifin üzü işləmir, bir tərəfi keydir. Yəni belə görünüşdə baxırsan hər şey qaydasındadır, amma bu üzü keydir, işləmir. Hər cür, bütün həkimlər də yoxlayıblar, deyiblər, yəni bərpa olunası bir şey deyil də, yəni qalasıdır. Yəni cavan uşaqdır, sağlamlığına ziyan vuruldu, Mahirin sağlamlığına ziyan vuruldu. Amma hamımız istəyirdik ki, o edam olsun, öz cəzasını alsın. Yəni Azərbaycan səfiri Azərbaycan torpağıdır. Azərbaycan torpağına uzanan əllər də mütləq kəsilməli idi. Kəsildi. Çox şükür. İlk düşündüyümüz oldu ki, uşaqların qanı yerdə qalmadı. Ancaq onu hiss elədim. Bir də o günlər hamısı gözümün qabağından kinolenti kimi gəldi, getdi. Orada nə qədər ailələr şəhid ola bilərdilər. Səfirliyin işçilərində, orada konsulluğunda işçiləri olub, onlarla bir yerdə 52-53 nəfər. Vasif Azərbaycana gəldi. Əməliyyatdan sonra xəstəxanadan çıxıb evə gələndə bu Vasif hansı ki ailələri ölümdən qurtarmışdı oradan. Onlar hər gün bizə gəlirdilər, Vasifə baş çəkməyə gəlirdilər, öz təşəkkürlərini bildirirdilər. Uşaqların nənələri hər dəfə deyirdilər ki, xahiş edirdilər, yalvarırdılar ki, bir gecə biz Vasifə qulluq eləyək. Heç olmasa ürəyimizdə bir rahatçılıq olsun ki, Vasifə nəsə eləyə bildik. Deyirdik ki, yox, narahat olmayın, elə əsas odur, uşaqlar salamat gəlib, onların sağlığı ilə hər şeyə dəyər. Yəni bilmirdilər ki, nətər ürəkləri rahat olsun, otururdular saatlarla, hər gün gəlirdilər, hər gün gəlib Vasifə baş çəkirdilər, sonra da elə hərdən gəlirlər, danışırıq. Vasif 8 ölkədə səfirlikdə olmuşdu. Yəni inanmazdıq ki, belə nəsə olsun. Amma bilirdik ki, həmişə səfirliklərdə nəsə belə bir olan hadisədir də. Yəni ağlımıza gəlməzdi, amma oldu. Vasif getməmişdən əvvəl sosial şəbəkələrdə bir dənə İranlı danışmışdı, çıxış eləmişdi. O demişdi ki, noyabrın 15-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum eləyəcəyik. Sonra tırları daşlayacaq. Belə bir paylaşım eləmişdi. Yəni biz onu görmüşdük. Noyabrın 15-də demişdi o. O da noyabrın 15-i olmadı. Gəldi yanvarın 27-sinə. Mən İmanov Mahir, İrandakı Azərbaycan Respublikasının səfirliyinin mühafizə əməkdaşıyam. 27 yanvar növbəni təhvil verəndən sonra biz ərazini gəzirdik ki, təzə nəsə olub, eləyəndə xəbərimiz olsun. Ərazini gəzdiyimizdən sonra rəhbərlə bir yerdə səfirliyə getdik. Mən Tağıyev Vasif Natiqoğlu 27 yanvar 2023-cü tarixində Tehran şəhərində yerləşən səfirliyimizdə baş verən hadisə ilə bağlı biz səhər saat 8 xidməti təhvil aldıq. Monitorlardan əraziyə nəzarət edildiyimiz vaxt Saypa markalı maşının yaxınlaşdığını gördük. Səfirliyə daxil olanda
2-3 metr heç girməmişdik içəri. Qəza səsini eşitdik. Döndüm dala, qapını açdım ki, reaksiya verim ki, nəsə ki, bir lazımdır, bu səfirin qabağında elə hadisələr hər tərəf baş verib eləmirdi. Bu zaman Mahir İmanov və Orxan Əşrəf çöldən içəri daxil olurdular. Bunların arxasında bunları mən belə fikirləşəm, bu ölürdü. Yəni, bunları saxlamağı ilə, maşın düşməyi ilə qəza törətməyi eyni anda baş verdi. Uşaqların psixologiyasına çox pis təsir elədi. Yəni valideynlər də hələ özlərinə gələ bilmirlər. Onlardan bir nəfəri var, işlərində danışır həmişə. Deyir ki, Tərənə xala, biz elə bil ki, Xocalı hadisəsini yaşadıq orada. Deyir, Vasif müəllim çığırdı ki, uşaqları götürün, qalxın yuxarı mərtəbəyə. Səhər-səhər idi, uşaqlarımız yerlərində yatmışdılar. Ayağı yalın, başı açıq, götdük, qaçdıq yuxarı mərtəbələrə. Çox qorxmuşdular. Uşaqlar nədir, Bakı ilə danışıblar, babalarına, nənələrinə deyiblər ki, biz ölürük də, yəni biz ölürük, sağollaşmağa zəng eləmişik sizə. Yəni bunları bu uşaqlar danışanda adama çox pis təsir eləyir. Hər dəfə mən də danışanda çox həyəcan keçirirəm. Kes qabaqdan. Keç də qabaqdan. Gördüyünüz kimi yaralıların ailələri artıq ki, onları qarşıladılar və göz yaşlarını saxlaya bilmirlər. Arkaya zəhmət olmasa arkaya ilə. Nə bilim, Allah qoruyub. Ancaq dua etdik, ancaq dua elədik. Çox dua elədik. Ancaq Allahdan kömək istədik. Ancaq dedik, Allah oradakilərin hamısını qoru. Öz uşaqlarımızı da dedik, onları da hamısını orada olan Azərbaycan vətəndaşlarının hamısına dua elədik. Hələ samolyot, təyyarə gəlib çatana qədər, Azərbaycan torpağına düşənə qədər biz nə qədər həyəcan keçirik. Təyyarə Azərbaycanda aeroporta düşəndə elə bildim ki, dünyaya təzdən gəldim. Baxmayaraq ki, Vasif yaralı gəlmişdi, Orxan şəhid gəlmişdi. Amma ondan da qorxurduq ki, fikirləşirdim ki, bəlkə təyyarədə nəsə olar. Bəlkə nəsə bir pis hadisə olar. O qədər içəridə uşaqlar, ailələr, gəlinlər, bütün səfirliyin əməkdaşları çox həyəcan keçirik. Gələnə qədər ancaq dua elədik. Başqa əlimizdən heç nə gəlmirdi. Qorxu hissi içimizdə qaldı. İndi də qalıb, bəli. Elə biz o hissləri yaşadıq. Yəni o anaların, qorxuların, həyəcanın, yəni uşaqların bağırlarına basıb yuxarı mərtəbəyə qaçmaqların, keçirdikləri həyəcanın hamısını o uşaqlar danışdıqca mən yaşayırdım burada. Yəni göz yaşları ilə. Onlar danışdıqca ağlaya-ağlaya. Yəni onlar Allah şahididir. O bizim keçirdiyimiz hissləri, o uşaqlardan ötəri mənim keçirdiyim hissləri onlar yəni özləri şahid oldu. Videolar da var, yəni hamısında görüntülər də var. O uşaqların salamat gəlmək üçün biz nə qədər dua elədik. Nəinki mən bütün ailə üzvləri, bacım, qardaşım, qohum-əqrabı, hamı, bütün Azərbaycan xalqı bizim uşaqlardan ötəri narahat oldular. Tanımadığımız adamlardan o qədər zəng gəldi. Neçə ay bizim evimizə gələn, gedən
əskik olmadı. Yəni Allah xalqımıza dəyməsin. Tanımadığımız adamlar zəng eləyirdilər, göz aydınlığına gəlirdilər. Yəni sağ olsun, xalqımıza da minnətdaram ki, həmin günlərdə bizə dəstək oldu, yanımızda oldu. Hamısı dua elədi. Hamısı dərdimizə şərik oldu. Ağlayanda bizlə ağladılar, sevinəndə də bizlə sevindilər.